Ukrayna qoşunları Xarkov vilayətinin şimalında və Konstantinovka-Drushkovka taktiki istiqamətində irəliləyiblər. Eyni zamanda Rusiya ordusu Pokrovsk və Gulyapol istiqamətində müəyyən uğurlar əldə ediblər. Bu barədə Amerika Birləşmiş Ştatlarının Müharibənin Öyrənilməsi İnstitutunun yeni hesabatında deyilir. Analitiklərin məlumatına görə Rusiya qoşunları Ukrayna pilotsuz uçuş aparatlarının əməliyyatlarına mane olmaq üçün əlverişsiz hava şəraitindən istifadə edərək daha tez-tez hücumlar həyata keçirir. Və bu, Ukraynalı döyüşçülərin ciddi şəkildə itkisinə səbəb olur. Bundan əlavə Xarkov istiqamətində fəaliyyət göstərən Ukrayna briqadasının açıqlamasına görə Rusiya tərəfinin Şebekina rayonu ərazisindən TOS-1A termobarik artilleriya zərbəsinə cavab olaraq Belqrad vilayətində hücumlarını genişləndirir. Bu arada Rusiya Ukrayna ərazisində Avropa İttifaqı və ya NATO qüvvələrinin yerləşdirilməsini qəbul etmədiyini açıqlayıb. Ölkənin Xarici İşlər Nazirinin müavini Aleksandr Grushkonun sözlərinə görə, Ukraynanın təhlükəsizliyinin ən yaxşı qarantı Rusiyanın təhlükəsizliyinə qəti zəmanət verməkdir.